Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve tevellas salihin. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Ve sallallahu aleyhi ve sellem salaten ve selamen. Daimin ve telazimin ile yevmiddin. Allahümme enfa'ni bima allamtena ve allimna ma yenfa'ni ve zidni ilmen. Demək, hədisdə keçdik ki, hansı ki, Peyğəmbər sallallahu aleyhi ve səlləmin ağrısının şiddətli vaxtı idi və dedi, mənə yazmağa və ya yazdırmağa və üstünə yazmağa bir şey gətirin. Onda Ömər radiyallahu anh dedi, Allahın kitabı, əlimizdə olan Rəbbimizin kitabı bizə kifayətdir və bu hədis sonra sahabələr Peyğəmbər sallallahu aleyhi ve səlləm nizə ilə yanında, yəni mübahisə qalxırlar. Onda Peyğəmbər sallallahu aleyhi ve səlləm deyir, mənim yanımda deyir, La yenbəği indi tənəzu' Mənim yanımda deyir, yəni səs qaldırmaq, mübahisə etmək olmaz. Hədisdən biraz keçdik, sonra şeyx onun davamını gətirərək deyir ki, Alə ənə səhabət radiyallahu anhum qad yəxtəlifunə fi əşyə. Bu sahabələr ümumiyyətlə deyir, bir şeydə nəsə baş veriləndə ixtilaf edirdilər. Zararında məsələni bəhsə qoyub ixtilaf edirdilər. Və tərtədir əsfatəhum. Və onlar deyir, bu danışdıqca da səslərini qaldırırdılar. Ümumiyyətlə, ərəblər danışanda elə bilirsən ki, dalaşırlar. Xüsusən də Misirlilər. Yəni, danışan vaxt səs elə qalxır ki, həm də səslərdə qalın məxrəclər biraz çoxdur. Aynla, qafla danışanda fisiyor. Deyirsən ki, artıq nədir, bunlar dalaşır. Amma əslində neyinlər? Danışırlar. Və yaxud da məzih, zarafatlaşırlar. Və qıraqdan baxan elə bir dalaşır. Yəni, bu ərəblərdə həm də bir növ xüsusiyyətdir. Bəhs edəndə deyir ki, elə bəhs edirdilər ki, səsləri neyini qalxırdı. Və yaxsurul ləqta deyir, beynəm aralarında da deyir, artıq səs-küy baş verirdi. Və ləkinnə Rasulullah sallallahu aleyhi ve sellem kənə yəkrahu dəlik. Və deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem onu ikrah elədi. Və ləhədə əmarahum bil qiyam. Və onlara oradan durmağı əmr etdi. Ki, durun, çıxın bayra və orada mübahisə edin. Və qalə Rasulullah sallallahu aleyhi ve sellem Lə yənbəq indi tənəzu' Mənim yanımda bu cür etmək olmaz, bu mübahisə etmək olmaz. Yaxşı, burada deyir, hədəf nədir? Allah Rasulü sallallahu aleyhi ve sellem o halındaykəmi bu sözü dedi? Bu hala mı aiddir, yoxsa ümumilə, istər xəstə olan vaxt, istər olmayan vaxtı, ümumilə Peyğəmbər sallallahu aleyhi ve sellem yanında mübahisə etmək olmazdı. Yəni, burada sual çıxır. Həmən vaxtı idi mi, Peyğəmbər qadağan elə çıxartdı, yoxsa ümumən elə idi? Hətta biz qabaqçı hədislərdə də keçmişik ki, iki sahabə bir-birlərinə o qədər tənqid edirlər ki, rəngləri belə qızarır. Və Peyğəmbər sözü nə deyir onlara? Sizə elə bir şey öyrədim ki, onu deyim, bu şeylə uzaqlaşsın. Nə deyir? Əuzubillahimineşşeytanirracim. Səhv eləmirəmsəm, bunu da elm babı ya iman babından keçmişdik. Yəni, bu cür şeylər baş verirdi. Hətta 2 nəfər sahabər Müdafilə Əhkamda gəlir, Bəssami şərhindən. Zarafatdaşır, biri o birisinin əlini ağzına salır, dartanda 2 dişi gəlir. Qabaq dişləri qopub gəlir. Onda gəlirlər, şikayət edirlər, deyir ki, zarafat anında deyir, baş verəndə hökm yoxdur. Çünki qarşılıqlı babdır. Qarşılıqlı olduğunca. Yəni, bu cür şeylər baş verir. Peyğəmbər s.ə.v yanında baş verirdi. Lakin artıq həddi aşmaq səviyyəsində səslər qalxır, artıq aləm bir-birinə qarışır. Peyğəmbər s.ə.v orada ikrah elədi onu. Deyir ki, bu şeyləri etməyin çıxır. Onda deyir, gəlin baxaq, Peyğəmbər s.ə.v xəstə ikən mi bu baş verdi və ya ümumidir bu məsələ, mutlaqdır. Əl-cavab, ənəhu lə yuriduhu mutlaqan. Liyənə Rasul s.ə.v lə yuridu tənəzuən. Bəl yuridu min həz ümməti ən təttəfiqə və əllə tənəzə. Deyir, cavab odur ki, onu istəmir, mütləq şəkildə deyildir, mütləq şəkildə. Ənəhu lə yuriduhu mutləqan. Onu mütləq şəkildə istəmirdir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm ümmətində nizə, yəni bəhs, mübahisə olmanı istəmirdi. Demək, Peyğəmbər sallallahu aleyhi ve sellem mütləq şəkildə onun yanında ümumiyyətlə ümmətinin mübahisə etməyini istəmirdi. Bu qaydadır. Niyə? Niyə? İndi gəlir. Baxın, buradakı qaydaya bax.
Bəl yuridu min hədil ümməti ən təttəfiqa. İstəyir ki, ümmət həmişə bir şeydə ittifaqda olsun, yəni cəm olsun. Dağılmaz. Əhl-i-Sünnə və cəmaət nədir? Adı. Nədir? Xeyr üzərində, sünnə üzərində nədir? Cəm olan. Və ona cəhd edirdi ki, həmişə nə olsun? Sahabələr həmişə cəm olsun. Hər şey, yəni, ittifaq üzərində olsun. Tənəzzü olmasın. Yəni, ixtilaf olmasın. Çünki, baxsan ki, Allah subhanə və teala deyir, İnnəl-ləzīnə fərrəqu dinəhum və kənu şi'a ləstə minhum fi şeyin innəmə əmruhum ilallah. Deyir ki, şübhəsiz ki, sənin firqə olub dinini parçalayanlar heç bir onlarla, yəni heç bir əlaqən yoxdur. Onların işi Allaha həvalə olmuşdur və ya onların işi Allaha qalmışdır. Yəni, burada nətərdir? Əgər ayədən götürür ki, bir şeydə ixtilaf varsa, orada artıq firqələnmə, parçalanma olacaqdır. Güclü ixtilaflar baş verəndə artıq nə olacaq? Parçalanmalar olacaqdır. Hatta baş verdi də bildiniz. İstə Muaviyyə radiyallahu anh dövründə istəməsə, bu baş verdi. Lakin Peyğəmbər sallallahu aleyhi ve sellem bunu deyib istəmirdi. Əlindən gələni elirdi, nə ki, sahabələr arasında belə nə olsun? İxtilaf düşməsin, həmsə ittifaq olsun. Bunun bu bir başqa tərəfi. Onlardırsa firqələrə bölünə bilərdi və yaxud da ki, böyük ixtilaflar, aralarında tayfalar arasında mübahisələr və tayfalar arasında vuruşmalar nə edə bilərdi? Baş verə bilərdi. Və həmçinin nə baş verə bilərdi? Bax. وَلِذَٰلِكَ الْأَلْآنِ لَمَّا تَنَازَعَتِ الْأُمَّةِ صَارَ بَعْضَ يُقَادِلُ بَعْضًا. Deyir, əgər deyir, bu cür şeylər baş verdikcə, davam etdikcə ümmətlər arasında deyir, nələr? Müharibələr baş verəcəkdir. Tayfalar arasında qətillər baş verəcəkdir. Bəhsdir, mübahisə edir, sözlər düzgün gəlməyəcəkdir. Neynə? Müharibələr baş verəcəkdir. Və bundan nə çıxacaqdır deyir baş verdikdə? Bax. وَتَرَكُ قِتَالِ كُفَّارِ. Aralarında olan bəhsə görə, müharibə etdiklərinə görə kafirlərlə cihad etməyi tərk edəcəkdilər. Başları nəyə qarışacaqdır? Özlərində. Və bu da deyir, bir siyasətdir. Peyğəmbər s.ə.v bunu bilirdi təbii ki, görürdü. Ki, yəni qardaşlar arasında müharibə baş verdikdə, qıraqdan gələnlər hamısını inəyəcəkdir, məhv edəcək onu. Məhv edəcək. Və buna görə deyir ki, وَسَارَتَ الْمِحْنَ وَالْفِتْنَ بَيْنَهُمَا. Və deyir, bununla aralarında böyük bir fitnə və böyük bir bəlalar baş verəcəkdir. وَحَسَلَ, indi bax deyir, وَحَسَلَ مَا حَسَلَ الْأُمَّةِ السَّمِيَّةِ. Bu deyir, indi İslam ümmətində baş verir, yoxsa yox? Baş verir. Müsəlmanı bir-birinə qıranda, vuruşanda və yaxud da bir-birlərinə qırdırdıqda zəifləyirlər. Və zəifləyəndə nədir? Kafirlər bundan istifadə edərək, bölüb parçalayıb neyirlər? İdarə edirlər. Və deyir, burada deyir, Peyğəmbər sallallahu aleyhi ve selləmin nə idi? Qoyduğu bir, belə deyək də, idarəçilik, bir fayda, bir xeyir ki, heç vaxt qoymazdı, deyir, mütləq şəkildə sahabələr, deyir, mübahisədə, yəni yüksək səviyyə qalxsın. Xırda məsələlər baş verirdi aralarında. Amma böyük məsələləri artıq nədir? Heç vaxt qoymazdı. Onun üzərində də elə edirdi, nədir? İttifaq olurdu. Əgər deyir, böyük mübahisələr, böyük müharibələrə çevrildiyi zaman hər an kafirlər nədir? Bundan istifadə edir. İndi deyir ki, nəsə Allah afiyyə və sələmə, Şeyx gətirir ki, Allahdan afiyyə və sələmət istəyirik ki, bugün müsəlmanlar deyir, artıq dövlətlər arasında belə bir-birlərindən deyir, vuruşdular, müharibə elədilər, zəiflədilər və kafirlər bundan istifadə etdilər. Hal-hazırda çoxlarını da idarə edən kimdir? Kafirlərdir. Və bu da deyir, nə deyir? Nəticəsidir, deyir. Və ona görə bu şeylərdə nədir? Məsələ mühimdir. Sonra gətirir ki, orada baxsandır, qaləbəhul vəcə. Yəni, xəstəlikdir, onu deyir, üstələdi. Əmrun və kənə haqqu mə'murun mə yubadilə imtisali. Lakin zahra li Umar an taifətə ənəhu leysə alə vücub və ənəhu min bəbil irşədi ilə əsləh. Və kərihu ən yükəllifu min zəlikə mən yəşşukku aleyhi fi tilkəl haləti istihtarih və qavluhu mə fərratnə fi kitabin şey. Əgər deyir, bu şey hansı ki Ömər radiyallahu anh tərəfindən deyir, dayandırıldı. Dedi ki, Allahın kitabı deyir, bizə kifayətdir. Və deyir, orada çox şeylər baş verə bilərdi. Gələrdilər, insanların çoxsu nəsə yazılsaydı.
Kim bilir Allah bilir nə yazılacaqdı və ya xilafət mi yazılacaqdı və ya ondan sonra idarəçilik mi yazılacaqdı və ya yazılacaqdı məsələn Peyğəmbər sallallahu əleyhi və səlləmin sahabələrindən birinci Allahın kitabından möhkəm tutun, sonra tövhidi mi yazacaqdı? Allah alim. Nəsə deyə yazılacaqdı. Amma Ömər radiyallahu anhunun o sözü ki, Allahın kitabı bizə kifayətdir, onu hardan çıxartdı? Onu deyir, hardan çıxartdı? Bax, deyir Allah subhanahu wa ta'ala Ən'am surəsində buyurur, Mə fərratnə fil kitabi min şeyi. Allah subhanahu buyurur ki, biz kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Əgər deyir, Allah subhanahu kitabında nəzərdən qaçılmayan bir şey varsa da, başqa şey ehtiyac varmı? Yoxdur. Ömər radiyallahu anh həqiqətən də məfhum baxımından ona Faruq adı verdi Peyğəmbər sallallahu əleyhi və səlləm. Haqla batili ayıran. Baxan kimi məsələni bilirdi ki, burada nə var, nə yox. Allah subhanahu o neməti vermişdi ona. Burada fitnə baş verir, yoxsa yox. Hətta alimlərdən gətirirlər ki, sələflərdən əgər 10 ildə hakimiyyətdə qalsa dünyanı fəth eləyərdi. Ki, haralara getdi? Afrika qitəsinə kimi almışdı. Yəni 10 ildə qalsaydı, bütün fəth eləyəcəkdi hər yeri. Və ona görə çox ağıllı bir insan idi. Ömər radiyallahu həqiqətən də çox fəqih bir adam idi. Və ona görə orada ani anda momentində dedi ki, Allahın kitabı bizə kifayətdir ki, burada çox problemlər baş verə bilərdi. Hətta o sözdən sonra sahabələr arasında mübahisə baş verəndə Peyğəmbər sallallahu əleyhi və səlləm dedi, çıxın çölə. Əgər müxalif olsaydı, Peyğəmbər ona deyərdi orada, bu söz niyə dedim? Və ilə. Demək, artıq nədir? Yerində dedi. Çünki deyir, o deyir, nədir? Həqiqətində fəqih idi. O ayəyə baxsan ki, deyir, Allah sonra deyir, biz bir kitabda heç bir şey nəzərdən qaçırmadıq. Demək, bütün məsələlər kitabda varsa da, orada nəyisə, birinci Peyğəmbər s.ə.v yazan deyildi. İkincisi, laf belə yazsa belə, deyil ki, bəzi alimlər deyir ki, sən bundan qabaq heç nə bilmirdi, sonra bildi və sağ əlindən deyir, yaza bilmirdi və bəzi alimlər deyir ki, sonradan bilirdi. Və bir üçüncü qism alimlər də nə dedi? Az bir şey, adını yaza bilirdi və sərvayılıq belə bir şeydir. Ümumi olaraq, yəni orada məsələ nədir? Ömər radiyallahu anhunun o sözü deməyi həqiqətən də məqsədə uyğun idi. Məqsədə uyğundur. Çünki Allah subhanahu ayəsindən istifadə edərək dedi ki, Allah subhanahu və teala yəni nəzərdən dedi ki, heç nə qaçırtmayıb. Və ona görə də artıq bu kifayət edir. O ki, qaldı deyir məsələnin xilafət tərəfinə. Keçən dərsdə vurğuladıq ki, xilafət tərəfindən əgər qəsd olunsaydı, burada təbii ki, şək yoxdur ki, %99% nə idi? Əbu Bakr radiyallahu anh idi. Burada deyir, əsas deyir, məsələlərdən də deyir, toxunduğumuz hədislərdən biri odur ki, Ayşə radiyallahu anh vaxtında nə dedi? Ayşə radiyallahu anh, Ud'uli əbəki və əxaki. Get deyir, ey Ayşə, atanla qardaşını çağır. Çağır mən yanıma. Hətta əktubə kitəbən. Hətta deyir, bir şey deyir, nədir? Yazılsın, yazacağım. Fə inni əxafu ən yətəmənnə mütəmənni. Hətta qorxuram deyir, məndən sonra deyir, bəzi şeylər baş versin. Və yəqulə qail və yəbəllahu vəl-mü'mini illə Əbə Bəkrin. Dedilər ki, müminlər, müsəlmanlıq və üz döndərdi yalnız Əbu Bakırdan başqa. Birlikdə bu məsələləri. Çox məsələlərdə gedirdilər ki, bu məsələ Allah Rasulü belə deyil. Sən nə deyirsən? Deyə Allah Rasulü nə dedi? Deyə bunu deyə qutardı. Hətta həc məsələsində Ömər radiyallahu anh kimi insan qəbul edə bilmirdi. Dedi, gedin başınızı qırxın, geri qayıdın. Bitdi məsələ. Nə dedi? Deyir, ya baxın, biz haqq deyilikmi? Deyir, Allah Rasulullah dedi. Deyir, bu cür dedi, qırxın, dedi, qutardı. Yəni, Allah Subhanahu və Teala tərəfindən ona verilən o ad var, Siddiq. Yəni, sadiq. Heç vaxt Peyğəmbər sallallahu aleyhi və səlləmin nəinki sözünü inkar, qəbul etməmək, müzakirə belə eləmirdi. Müzakirə belə eləmirdi. Gəlin məsələyə baxaq, nətər, müzakirə belə. Deyir, Allah Rasulü qutardı. Deyir, möminlər üz döndərəndə deyir, bir yana üz döndərmədi. Məsələlərə. Təbii ki, Ömər radiyallahu da möminlərdəndir, cənnət də müjdələnlərdəndir. Yəni, qəbul elə, təbii ki, haqq üzərində qəbul edə bilmirdi. Amma nə elədi? Bunu
Abu Bakr deyir, Siddiq bir kəlmə. Allah Rasul dedi, qutardı. Hətta ölümünü belə qəbul eləyə bilmir. Nə dedi? Kim Allaha ibadət edirsə, Allah diridir. Və kim Peyğəmbərə ibadət edirsə, Peyğəmbər öldü. Aleyhissalatu vesselam. Yəni ona görə də deyir ki, get, burada deyir, nəyə vurğuluyor? Get, atanı və qardaşını çağır, gəlsin ona bir şey yazacaq. Məndən sonra bu cür şeylər baş verməsin. Yəni, buradan da görünür ki, onun atasını, başqa hədisdə nə deyir? Deyir, ən çox sevdiyin kimdir? Kişilərdən deyir, Əbu Bakır. Məşhur hədisdir. Deyir, və qadınlardan deyir, onun qızı. Ayşə radiyallahu. Yəni, bu qaçınılmazdır. Yəni, hakimiyyə məsələdirsə, qaçınılmazdır ki, nədir? Əbu Bakırın üstünlüyü orada təzahür eləmişdir. Müslimdə deyir, nədir? Rivayət olunur. وألا أظهر لقول عمر كتاب الله حسبنا أي كافينا مع أنه يشمل الوجه الثاني لا بعد إفراده والله أعلم. الفائدة الخطابي إنما ذهب عمر إلى أنه لو نص بهما يزيل خلاف طلبة الفصيلة العلماء وعدم الاجتهاد. Yəni burada şeyx gətirir ki, alimlər arasında bu məsələ böyük bir nədir ixtilafa gedibdir. Əgər sahabələr arasında bu ixtilaflar baş veribsə də, təbii ki, nədir? Böyüklər arasında da, alimlər arasında nədir? Bu ixtilaf olacaqdır. Və ona görə məsələyə deyir, əsasən 3 fayda üzərindən deyir, baxırıq. 1. Ənəhu xafə məşəqqətu alə nəbi s.ə.v. Ömər radiyallahu burada Peyğəmbər s.ə.v məşəqqətindən qorxdu. Qorxdu ki, xəstəlik o qədər qalxıb ki, yəni gətirərdi, elə bir şeylər yazılardı ki, yəni özündə olmadığı halda böyük nədir, məşəqqət baş verərdi. Faydalarından biri odur ki, onu deməkdə deyil, böyük üstünlük əldə elədi. İkinci deyir, faydalarından xafə ən yaktubə umuran ya'cizun nas anhə. Hətta deyir, elə bir şey qorxdu ki, ora yazardı ki, insanlar aciz olardı onu əməl etməkdə. İnsanlar aciz olardı onu əməl etməkdə. Və la yakun lahum budda min amali biha li'annahum mansusatun. Yəni deyir, hər keçən deyir, orada naslar olardı, o naslardan deyir, insanlar deyir, aciz qalardı əməl etməkdən və böyük nədir? Nələr və məsələlər baş verir. Hətta Ömər radiyallahu dövründə fəthlər o qədər oldu ki, hətta kasıbçılıqda insanlar oğurluq eləməyə başladı. Məşhur məsələdir. Əl kəsmək hökmünü bir müddət qaldırdı. Fikir ver. Yəni bu, deyir ki, burada canmatın əlini hara kəssən? Doğru tökəcəksən. Yəni o qədər fəthlər oldu ki, insanlar da artıq dayanmadan cihada pullar qoyuldu da, bütün şeylər cihada getdi. İnsanlar kasıblayırdı. Gör, nə qədər fəthlər oldu. Ən başda da ən böyük hücum İrana oldu. İranın Fars imperatorunun Rumları hamısını məhv elədi. Və ona görə də nədir? O hökmü qaldırdı ki, bir müddət o deyil nədir? Dayansın. Budur, Ömər radiyallahu anh boş yerə bu cür xavarişlərə deyəndə ki, yaxşı, eləçə də Ömər radiyallahu anh təkbir edin də, hökmü qaldırdı. Cavab verə bilmir. Kafir deyil, görüm, cənnətlə müjdələnli kafir deyil, görüm. Və ona görə bəzi deyir, şeyx gətirir ki, burada ikinci məsələ o idi ki, faydalardan deyir, insanlar aciz olardı, əməl eləyə bilmərdi. Üçüncü məsələ, ənnəhu qad yakunu mücələl lil-münafiqin. Münafiqlər deyir, artıq başlayacaq söz atmağa. Həmçin deyir, başlayacaqdılar deyir, nə deyir, deyilməyə. Hə, gördünmü? 200'lük eləyəcəkdi ki, yaza bilmirdi, bənətər oldu, gördün. Belə bir şeylədir, əməl elə bilmədilər, inkar elədilər Peyğəmbər. Başladan insanlar arasında nə eləməyə? Fitnə salmaq eləyəcəklər. Və bunların hamısını Ömər radiyallahu nə elədi? Düşündü. Ani bir anda qərar verdi. Ona görə də dahi başqadır. Dahi başqadır. Sahabənin o dahiliyi tamamilə nədir? Başqa bir məsələdir. Və ona görə də şeyx gətirir ki, حاصل أنه ذكر فيه احتمالات وهذا خير أنه رد هذا الاحتمال إلا مسألة تعب. Bu deyir, məsələ deyir, hansı ki, Ömər radiyallahu anh baxdı, o orada deyir, artıq Peyğəmbər sallallahu aleyhi ve sellem yorğunluğunu gördü. Lakin bəzilər gətirir ki, rafizilər xüsusən də dedi ki, Peyğəmbər səyəxləyir, ona belə şey gətirmir. Elə bir söhbət yoxdur hədisdə. Keçən hədisdə keçdik dərsdə. Hədisdə açıq aydın nə dedi? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, şiddəti deyir, vəca. Ağrının şiddəti artıq artmışdı, çox artmışdı. Və bu söz deyəndə ki, yatın yazım, dedi ki, Ömər radiyallahu anh, Peyğəmbər heç nə demədi. Bir kəlmə dedi ki, Allahın kitabı bizə kifayətdir. Ay Peyğəmbər səyəxləyir, ay nə bilim nə olur. Bu söhbətlər deyir, nədir? Yoxdur. Belə bir nədir? Hədisdə
bir ləfz də nədir? Gəlmir. Və ona görə deyir ki, Allahın kitabı bizə kifayətdir deməyi o ayədən nədir? İstifadə edərək edilir. Və deyir, buradan da deyir, görünür ki, orada deyir, şüquqlar, yəni problemlər baş verərdi, eləməsin deyə Ömər radiyallahu bu məsələni bu addım atdı. Və bu da deyir, həqiqətən deyir, haqqa doğru bir, uyğun bir addım idi. Sonra yeni bir bab açır. Burada kifayətlənək. Allah subhanahu bizə istifadələrdən etsin. Subhanakallahumma və bihamdik. Əşhədu an la ilahe illə ente estağfiruka